Bu gecənin əlamətdar əməllərindən də birini deyimsə, 20 rükətli bir namazdır, amma çətin namaz deyil. Çox asan namazdır. 10 dənə eyni sübh namazı kimi bir namazdır. Bir həmd, hər rükətli bir qulhuvallah. 10 dənə 2 rükət namaz qılacağıq. Niyyəti nədir? Rəcəb ayının ilk gecəsinin namazını qılaram niyyəti iləndir. Yaxşıdır, şam və xiftən namazları arasında qılınsın, amma gecənin hər bir vaxtında da qılsız, məqbuldur, icazəlidir, qılmaq olar. Bu namazı qılanın barəsində əziz Peyğəmbərimiz buyurur ki, hər kim bu namazı qılsa Rəcəb ayının birinci gecəsində, Allah onun malını, Allah onun canını, Allah onun ailəsini bir il növbəti Rəcəb ayına qədər amanda saxlayar. Bütün bəlalardan, çətinliklərdən, xəstəliklərdən qoruyar. Ardıca buyurur ki, hər kim bu namazı qılsa, qəbir əzabı da görməz. Hamımızın çox qorxduğu, ehtiyat elədiyi bir andır qəbir əzabı. Deyir, o qəbir əzabından da amanda qalar.